Göyərçinlər klubunun adından bütün göyərçinlər əsgərlərə salamlayırıq. Bizim iştirakçımız İslam. Özü təqdim edə sanacaqsınız. Əliyev İslam Cəmiloğlu, Bakılıyam, Qala kəndində oluram, Qalalıyam özümdə. 30 yaşım var. Sonra İkinci sualımız İslam budur ki, nə vaxtdan göyərçinlər arasını düşünürsən, nə vaxtdan göyərçin saxlayırsan? belə deyək də, anlayışım olandan göz açmışam, əylikdə göyərçin görmüşəm. Atam saxlayıb, babam saxlayıb. Atamın 70 yaşı var. Atam deyir ki, mən özüm göz açmışam, onun atası saxlayıb. Yəni, babam saxlayıb da, belə deyək. Əmilərim saxlayıb, dayılarım saxlayıb. İndi də yəni hal-hazırda saxlayırlar. Belə deyək də, necə deyək. Nəsillikdən bizdə demək olar ki, hamısı göyərçin saxlayır da. Yəni, uşaq vaxtından bunları saxlayan. Üçüncü sualımız kluba qoşulmaq məqsəd. Məqsəd nədir kluba qoşulmaq? Kluba qoşulmaq məqsədi odur ki, Bakı quşunu belə deyək də, göstərmək, ortaya çıxartmaq. Yəni, indi inşallah ki, uçurdarıq, özümüz üçün uçurduruq, bir boşluq eləyirik. İnşallah ki, yaxşı nəticələr olar, tanıdarıq da inşallah. Bakı quşunu istəyərik ki, hamı tanısın. Düzdür, tanıyanlar tanıyır, amma yenə də ortalığa çıxarmaq lazımdır ki, tanımayanlar da tanısın da, belə deyək. Deməli, dördüncü sual İslam nədir? Quş yetişdirici kimi məsuliyyət görürsən? Əlbəttə ki, məsuliyyət görürəm. Demək olar ki, əvvəllər o qədər məsuliyyət hissi yox idi. Özüm üçün xam tuturdum, uçurdurdum. Yəni, necə gəldi də, belə deyək. Başdan geçdik, belə deyək ki. İndi bu son 1-2 ildir ki, cütxana prosesində bala alıram onlardan. Onu ona vururam, bunu buna vururam ki, nəsə ortaya çıxsın. İstəmərəm də ki, kiməsə verəndə də pay, padarka kimi pis çıxsın da, belə deyək də. Yəni, o baxımından məsuliyyət hissi keçirtirəm ki, heç olmasa ən azından tutsun da, az da olsa. Yəni, cütxana prosesində də bala almaq, yəni, mənim üçün özümə görə deyirəm, şərtdir. Yəni, başqa quşlar oxşidə olanda bir-birinin üstünə, belə deyək də, üzr istəyirəm ifadəmə görə, atlanmasın, yəni başqa quşdan mayalanmasın, maya, başqa erkəkdən. Yəni, ona görə cütxana prosesində bəzilərini cüt vurub işləyirəm ki, heç olmasa ortaya nəsə çıxsın, bilim ki, sırf orijinal, yəni bu quşların balaları da belə deyək. Deməli, növbəti sualımız cins olaraq hansı cins saxlayacaq? Cins olaraq məndə bəzi cinslər var, burada göyərçinlərdən. Ramiz əmini buradan salamlayıram. Ramiz əminin quşlarından var məndə. Allah rəhmət eləsin, Ağaylı kişinin quşlarından var məndə. Sonra Şəhriyar var, Ramanadan quşu var məndə. Allah canı sağ eləsin. Xəyyamın quşu var burada. Sonra Cəllabad quşlarından var məndə. Şəmi qardaşımızı salamlayıram, Samir qardaşımızı salamlayıram. Onların da quşları var məndə, hədiyyə veriblər, sağ olsunlar. Mən də işləyirəm, üzvlərində törədirəm. İnşallah ki, yaxşı olar. Adını çəkmədiklərim də üzrü saysınlar. Ola bilər, yadımdan, fikrimdən çıxıb. Bəzi qardaşlar var ki, adını hallandırmaq istəmirlər. Onları da buradan salamlayıram, özləri bilirlər kimlərdir. Allah canından sağ eləsinlər. Növbəti sualımız İslam, deməli belə, inkişaf üçün yaxşı nəticə əldə etmək üçün necə saxlamalısınız ki, yaxşı nəticə əldə etmək? Yaxşı nəticə görmək üçün birinci növbədə mən deyərəm, yəni sırf uçan quşları bir-biri ilə cüt vurub
seleksiya aparmaq düzgün də, yəni ki, sırf düzgün. Elə quş var ki, onsuz uçan quşu da hamı bilir yəqin ki, bir-birinə cüt vurursuz. Bir göz uçan balası olmur. Yəni tutuşmur da burada qan, belə deyək də, qarın. Onu dəyişib başqa quşlarla bir-birinə vurmaq lazımdır. Sonra mən məsəl üçün erkəklərlə mayaları ayrı saxlayıram, uçuş vaxtı da belə deyək. Uçuş zamanında erkəklər ayrı quşxanada olur, mayalar ayrı quşxanada. Sonra dənləmə qaydası, yəni ki, gündə elə yemlər var ki, məsəl üçün qarışıq yemlər vermək lazımdır ki, quşun belə deyək də gücü olsun qayıtmağa, gedib 10 kilometr, 20 kilometr qıraqda quşa düşməsin. Heç olmasa ən azından gəlib həyətə özünü çatdıra bilsin. Yəni quşu çox da sıxmaq lazımdır özə, yəni mən belə fikirləşirəm. Yəni ki, bu günləri bu quş uçursa, yaxşı uçubsa, belə deyək də 9-10 səhərsi günü mənim fikrimdir, öz fikrimdir. Səhərsi günü onu uçurmaram. Ən azından ona 1-2 gün istirahət verərəm, sonra uçurdaram. Yəni ki, mən belə fikirləşirəm ki, yemləmə qaydası da düzgün olmalıdır. Yayda uçuş zamanı bir dəfə mən yemləyirəm quşları. Axşamdan axşama da belə deyək ki, yəni uçub gəlib quş düşürsə, yaxşı uçubsa ona su vermək, yəni tez bazar lazımdır. Ən azından 40 dəqiqə, 1 saat keçsin üstündən sonra, məsəl üçün mən özüm su verirəm quşa. Sonra belə deyək də, yəni bu qədər də belə. Deməli, səncə birinci ilin balası nəticə nə göstərməlidir sənə? İkinci il balası. Nəticə belə deyərəm, yay boyunca heç olmasa 5 dəfə, 6 dəfə, 5 saat aşırsın, heç olmasa 5 uçsun, şirin oynamağı olsun, aşağıda ged-gəl eləməsin, gəlib yuxarıda 5-6 saat uçub, gəlib 2 saatda aşağıda çoğulmağı mənə lazımdır, ged-gəl eləmək lazımdır, o quşlar çıxardırıq. Sonra belə deyək də, 5 saatı aşırsa, məsəl üçün, 5 dəfə, 6 dəfə yanvardan çıxan bala, məsəl üçün də, yay ərzində. Onu saxlayıram gələnlə, qış boyunca da 1-2 dəfə ağızlığa deyil, gələn yenə uçurduram onu. Ola bilər ki, ağızlığa deyəndən sonra elə quş var ki, uçmur, yəni məndə olur. Elə quş var ki, bala vaxtı yaxşı uçur, ağızlı balaya deyəndən sonra uçmur. Yəni ikinci il, ikinci ili elə şeylər olub məndə. İkinci ili də uçurmaq lazımdır. Yəni mən belə fikirləşirəm ki, yəni heç olmasa 3 il uçurmaq lazımdır bir quşu da, belə deyilir balanı. Yaxşı oynasın, uçsun, geçsin yerində dayansın. Gəl-ged eləməsin də, elə deyir. Aşağıda uçmasın. Bağlansın yerinə, uçsun yerində, gəlsin həyətə düşsün. 1 saatın içində, 40 dəqiqənin içində gəl, çıxsın yerinə, gəlib həyətə düşsün. Səncə quş neçə il uçmalıdır ki, sən onu tamamlayırsan? Mənim fikrimcə 3 il, mən belə deyərəm. Çünki 2 il uçurtduğum quşları bu ildə uçurdacam. 2 il uçurmuşam, bu ildə uçurdacam. Həm uçmağından savayı bala verməyi də yaxşı olsun. Tək uçmaqla deyil ki, yəni balası da uçsun. Mən yəni buna mənəm deyirəm. 3 il dağda uçmalıdır. 3 il uçsun da, heç olmasa 3 il uçsun. Nəticə nə olmalıdır sən ona? 5-dən yuxarı olsun da, yəni ki 5-dən aşağı olmasın, 5-dən aşağı saxlanır. 5 plus, 6, 7, 8 və yaxud yuxarı saatlar olsun ki, heç olmasa onu kəsib damansız kimi saxlamaq olar da, yəni ki. Yəni mənə bu qəbul edir. Yəni heç olmasa həmişə uçurdanda, onsuz Bakının havaları biraz düz gəlmir, məsəl üçün pervorot çox olur. Pervoroda dözümü olsun, getməsin. Yəni hər quşun da başı üçüncü ördə, yəni 3 il qalsın. Elə quş var ki, 1 sezon uçurdursan onu, 2-ci sezon çıxır gedir. 2 sezon uçurdursan, 3-cü sezon çıxır gedir. Yəni pervorotlar çox olur. Quşu uzağa atır,
quş gələ bilmir. Bir az dediyim kimi, yem qaydası güclü olmalıdır quşun ki, yəni ən azından dözümü olsun quşa, qayda bilsin də, vazırat edə bilsin. Yəni buradan qalxdı gedib 5 kilometr o yana düşməsin. Yəni mən belə fikirləşirəm. İslam, sənin üçün dominant quş hansıdır? Mənim üçün dominant quş, yəni ki, dominant quş belə deyək də, yəni özü uçmağından savayı, özü yaxşı olmağından savayı belə deyək. Balalarını da yaxşı ötürsün. Yəni ki, balaları da yaxşı uçsun, özü kimi uçsun balaları da. Yəni defekt çıxmasın balalarından. Balalarının da qayıdışı olsun. Yəni buradan yerdən uçursun, gelib qonşuya düşməsin ki, bu özü uçub, şərt özü uçsun 3 il, 5 il. Onun bala ötürməyə şərtdir. Yəni bala ötürmürsə o quş dominant deyil də, yəni fərqi yoxdur. Maya, erkək, mənim üçün fərqi yoxdur. Belə deyək də, yəni özü uçursa balaları da uçmalıdır. Yəni elə quş var ki, sırf özü uçur. Yəni balaları uçmur. O ancaq ötürmür də, belə deyək. O ancaq uçuşsundur, özünü uçurdasan, balet eləyəsən, o quşdan heç bala almır. Belə deyək, məndə də var elə quş ki, balaları uçmur, özü uçur. İslam, sənin üçün dominant quş hansıdır? Mənim üçün dominant quş, yəni ki, dominant quş belə deyək də, yəni özü uçmağından savayı, özü yaxşı olmağından savayı belə deyək. Balalarını da yaxşı ötürsün. Yəni ki, balaları da yaxşı uçsun, özü kimi uçsun balaları da. Yəni defekt çıxmasın balalarından. Balalarının da qayıdışı olsun. Yəni buradan yerdən uçursun, gelib qonşuya düşməsin ki, bu özü uçub, şərt özü uçsun 3 il, 5 il. Onun bala ötürməyə şərtdir. Yəni bala ötürmürsə o quş dominant deyil də, yəni fərqi yoxdur. Maya, erkək, mənim üçün fərqi yoxdur. Belə deyək də, yəni özü uçursa balaları da uçmalıdır. Yəni elə quş var ki, sırf özü uçur. Yəni balaları uçmur. O ancaq ötürmür də, belə deyək. O ancaq uçuşsundur, özünü uçurdasan, balet eləyəsən, o quşdan heç bala almır. Belə deyək, məndə də var elə quş ki, balaları uçmur, özü uçur. Növbəti sualımız ardıcılıq ilə quşun iləyində üstün verirsən. Ardıcılıq elə quşun birinci növbədə gözünə. Gözü olsun, uçuşu olsun. Mənim üçün birinci gözü də, buradan qalxdı qeyb qonşuya düşməsin də, naxazda, tez bazar. Ya buradan qalxdı qeyb 2 kilometr o yanda 1 saatdan çox xəbəri gəlməsin ki, tutmuşam. Yəni mən belə fikirləşirəm ki, oynamaya olsun. Birinci göz, sonra? Birinci göz, ikinci uçuşdur. Üçüncü, belə deyək də, yaxşı göydü dayanmağıdır, oynamağı olsun. Quşun ağlı olsun, geyib gəlməyi olsun, belə deyək. Geyib, naxadı yenildirəm, quşa düşməsin. Yəni gözü olmağı superdir, o uçuşdur mənim üçün məsələn. Belə deyək də, yəni. Üçüncü oynamağı yəni? Hə, üçüncü oynasın. Bəs rəng cəhətindən? Rəng cəhətindən mən kəmərgöy xoşlayıram. Belə yəni başqa quşlar da var. Yəni tək kəmərgöy deyil də, yəni başqa xırdanişan quşlara da üstünlük verirəm. Və məsəl üçün ağ uçdusa 6-7 saat, qara uçdusa 6-7 saat mən onları bir-birinə vurmuram. Ən azından rənglərini də tutuşdururam, tuturaram məsəl üçün belə deyək də. Yəni manla qarşı olmasın da belə deyək. İslam, deməli, quşları üzülənməsinin faydası varmı? Quşu üzü tanımaq faydası varmı? Faydası var. Məsəl üçün, quşu izləməkdir, bu hansının balası olmağıdır. Yəni, qarışdırmayasan ən azından. Elə adam var ki, quşun balaları, məsəl üçün, 10 da balası varsa, 10 da ağ varsa qarışdıra bilər də, yəni. Üzülənmə o deməkdir ki, yəni, ən azından kodu var, götürürsən, baxırsan, dəftər kitabla işləyirsən.
götürürsən, baxırsan ki, bu hansının balasıdır. Və yaxud gedəndə də məsəl üçün zəng gəlir sənə, sənə kodu deyil və yaxud deyir sənə kodu, bilirsən ki, hansının balasıdır, nədən çıxıb, anası, atası kimdir, belə deyil də, yəni faydaları çoxdur. Yəni ki, mən belə fikirləşirəm ki, üzüyü vurmaq yaxşıdır. Yəni, yaxına düşəndə, eləyəndə, düzdür, mən götürmürəm quşları. Amma ki, uzağa düşsə, məsəl üçün də belə deyək, necə tutulmalıdır, harada tutulmalıdır. Yəni, mənə maraqlıdır da bunlar. Çünki yəni, bunu saxlayırıq, törədirik, ən azından əziyyət çəkirik bu quşun üstündə. Heç olmasa bilək ki, hara düşdü. Bəlkə buradan qalxacaq, elə kəndimin o biri başına düşəcək. Üzüksüz olsa, mənim xəbərim olmayacaq, onun kim tutulur. Heç olmasa biri zəng vurar, deyər ki, məsəl sonra qardaş, məndədir quş. Belə. Hər o quşu sual deyirəm, sən hansı quşu sən götürsən, hara düşsə məsafəsində deyir. Hansı məsafəyə düşsə götürürsən, hansı məsafəsində götürürsən? Belə deyək də, cici balı olsa, məsəl üçün də ağlı kesməyən bala da belə deyək. Yaxın məsafəyə düşsə öz kəndimdən danışırım. Qala kəndində də belə deyək. Yaxın məsafəyə düşsə, yəni bir ev, iki ev o yana yox, məsəl üçün, biraz da uzağa, məsəl üçün, kəndin o başına və yaxud biraz ortalarda. Ağlı kəsməyən baladsa ki, birinci, ikinci qanad qalxıbsa onu götürürəm. Onu götürəndən sonra sıxıram da, dalına başlayıram uçurmağa o şey. Çünki biraz az da olsa adamın gözündən düşür də, elə olanda, cüzi miqdarda düşür. Yəni onu biraz sıxarsan, istər-istəməz də elə uçurdursan onu ki, bir dəfə düşür də quşada, məsələn, patriat qovursan onu. Görəsən ki, ikincini eləyəcək, bu yoxsa yox. Yəni, ağlı kəsməyəndən söhbət edirəm, cib alsan. İkincidə də ki, yəni ağlı kəsən quşdan da söhbət edirəm ki, məsəl üçün, uzaq məsafədə, qala kəndinə yox, böyük quşun səhv olub, nə olublar mənə? Mən böyük quşu götürməzəm, demişəm, hava olsun, qoy qalsın sən. Yəni, kəndin içində. Yəni, amma balanı götürmüşəm. Böyük quşda ki, gedim, məsəl üçün, uzağa da belə deyək, 20 kilometr, biraz da çox uzaqlara düşəndə, baxır düşməyinə də, tutulmayınə. Məsəl üçün, buradan qalxdı 1 saat sonra 10 kilometr o yandan və yaxud Türkandan, nə bilim, yaxın kəndlərdirəm də, Zirədən, məsəl üçün, Binədən zəng gələndə mənə 1 saat, 2 saat bundan qabaq qalxıbsa, geyib ora düşürsə, o etməyə lazımdır. Ağlı olsaydı 1 saat, 2 saat sonra düşməzdi. Heç olmasa ən azından 2 gün, 3 gün gəzməyəsə, heç olmasa 1 gün gəz yine, sabahsı gün tutulda da buğda qutarmamış Çin adamından içersən, orada dəzdən düşürsən ki, buğda yiyeyim, elə şey yoxdur. Yəni, mən belə fikirləşirəm. İslam, üzük salsanda zən quşları düz deyil, klubun üzüyünə salır bu da. Sən üzüyü quşları tutub qaytarın yanlara, nə məsləhət görürsən? Vəbşə tək mənim yox, ümumi deyərəm, belə deyək də, düzgün başa düşsünlər məni. Birinci növbədə mən belə fikirləşirəm ki, Allahdan qorxmalıdırlar. Heç olmasa zəng vurub, qaytarmamaq öz şəxsi problemidir. Yəni, elə adam var ki, tutur, heç qaytarmır. Amma ki, ən azından bir zəng vurub desə ki, məsəl üçün, qardaşım, məsəl üçün də, quş Türkiyanda tutulur və yaxud qalada tutulur. Yəni, gözün qalmasın da yolda. Mən də soruşaram ki, haçan tutmusan, necə tutmusan, damdan tutmusan, daşdan tutmusan, yoxsa quşa gedib düşür. Yəni, mən törədirəmsə bunları, heç olmasa bilməliyəm ki, bu quşu uçurtdum, məsəl üçün, getdi, 1 saat sonra düşdü quşa, bəlkə elə quşa düşməyib, gecəyə qalıb, gelib damdan tutublar onu. Ən azından bunları bilmək lazımdır. Quşlara da zəng vursalar, desələr daha yaxşı olar da, yəni yiyələrinə desələr ki, quşun filan yerdə tutulur. Yəni, qaytarsalar lap yaxşı olar, çünki belə deyək də, bunu biz də saxlayırıq ki, görsədək, ortaya çıxardaq. Məsəl üçün, 5 qanad, 3 qanad, ya 1 qanad tutursan, elə quş var ki, batır yuxarı, birinci, ikinci qanadda gəlmir həqiqət. Çünki o aşağıda uçmayıb, birinci, ikinci qanad elə yüngül qanad quşdur, batır yuxarı, gəlmir. Gedir, düşür, məsəl üçün, qıraq bir kəndə, qıraq bir yerə.
Yəni ki, elə adam var ki, məsəl üçün də, elə quş mənə də, özümə də qəbuldur. Götürərəm onu təzdən bir də, məsəl üçün üstündə işləyərəm. Qıraq yerdən söhbət gedir, düşmür. Sən bunu mən tutub qaytarmışsan, üzülü quşlar. Mən bəli idi, elə uşaq qardaşla elə tanış olmuşum. Göyərçin gəlib düşmüşdü bizə, üzüydü. Zəng vurdum, incə yoldaşlıq edirik, qardaşlıq edirik. Allah canında, tək sübət yox, bəzi, yəni, adamlar, quşlar gəlir. Bura başı, nə quş düşürsə ayağına, birinci ayağına baxıram. Nömrəli quşdursa da birinci növbədə yiyəsinə zəng vururam ki, gəl apar quşu. Təmənnasız da, yəni mən demirəm ki, nəsə götürməlisin, ya pul verməli. Çünki mən özüm də bunu taxıram. Yəni, ən azından bilsin, elə adam var ki, heç deyib ki, istəmirəm, qol qalır. Bir şey yox da gəl apar ki. Məsəl üçün, gəl, belələri də olur. Mənim fikrimcə zəng vursalar, bildirsələr ki, quş hardadır, məsəl üçün də, yəni necə tutulur, verirəm, vermirəm, o öz problemidir, yenə də deyirəm. Amma versələr, laf yaxşı olar, Allahdan qorxsalar, məsəl üçün, yəni insanlıq eləmək lazımdır. Yəni, uşaq da öyle ki, buna anlayışları hamı məncə çatar da, quşdur da bir çəngə tükdür belə baxanda. Bunun acizi də öyle ki, bu quşdan məsəl üçün 5 manata, 10 manata və yaxud daha da yüksək qiymətlərə hər yerdən əldə eləmək olardı. Mən də ki, liqor quşa demək olar ki, üzüyü vururam. Elə quş var tutulmadır, gəlir düşür, heç ayağında üzüyü yoxdur, üzüyü vururam, düşürdürəm. Geçsə yiyəsinə də heç olmasa bilsin ki, quş düşüblər quşa da, belə deyək. Mən bu baxımından vururam üzüyü. Elə quş da var, heç yiyəsinə gezmir, gedir, düşür, məsəl üçün, başqa bir adama. Tutub kəsirlər qanını, saxlayırlar, elə bilirlər ki, bunun ayağında üzüyü varsa, bundan yoxdur, hər şey, bundan bal alıb törətmək lazımdır. Elə də quşu yəni uçurtmaq lazımdır, axırına çıxmaq lazımdır. Yəni mən bunları fikirləşirəm, bunları məsləhət görərəm. Başqa da ki... İslam, bu göylər çoxdan cinsidir, çoxdan saxlayacaqlar. Bu göylərin, belə deyək də, dayımın 72-73 yaşı var, Allah can sağlığı versin hamına. Allah ona can sağlığı versin. Ondan götürmüşəm, saxlamışam. Yəni, anlayışım olandan o göy saxlayıb da, yəni, çoxdanın cinsidir, belə deyək. Sonra dediyim kimi, şəmi var. Cəllabaddan o verib mənə, Allah canını sağ eləsin. Samir var Cəllabaddan, o verib mənə. Sonra Salman əmi var burada elə Qala kəndində. Allah canını sağ eləsin. Onun quşlarından var burada bir düzdür. Quşları normaldır. Əsas o da qani eləyirsən hə? Hə, qani eləyir. Maşallah üstü elə. Gözləri? Gözləri də ki, indi Bakının havaları biraz nito olduğuna görə belə deyək də, pervorod zad o yan bu yan gedir də, yəni quş qalmır ki. Yəni çox quşlar gedir belə deyək. Hava atır, uzağa gedirlər. Yəni Narvanidir, pis söylər maşallah. Sonra burada Rüfət qardaş var, Maşdağadan bu çil balanı o göndərib, sağ olsun.